Bir dəqiqə qayıdıram. Mən Instagramdayım uşaqlar. TikTokçular, TikTokda Mən TikTokdayım. Xahiş edirəm, TikToka gəlin. Gəlin şeyə. Tıklayın. Nədir? Gəlin Zaur Günay Instagram səhifəsinə, ora yazın. Gedirəm, 5 dəqiqəyə gəlirəm. Zaur Günay Instagram səhifəmizə. Bax, qulağım səndədir. Qulağım səndədir. Niyə deyir heç nə bişirmirsiniz? Bişirmirik? Yemək mi? Aslında düz deyirik. Mən hər axşam bişirəm. Nə bişirək? Yaxşı düz deyirsən. Boş bekar adamım, nə istəyirsiniz bişirim. İndi arvad işləsin, məni saxlasın biraz. Şirniyyat yoxsa yemək, uşaqlar? Günay düzdür, səninləyik. Sevirəm sizi, öpürəm. Beynim çönüb, beynim atıb. Günay ürək geçir. Mən işləmirəm, mən oturmuşam bekar, deyət işlə gətir. Ay mama, kürəyim. Bugünə qədər səni bəstədim. Əlin ağırdır, oğlum da əli ağırdır. Bugündən sonra da get sən məni bəstə. Bugün Davud qolumu nətər əzibsə, buna bax. Əli ağırsız, Səhv deyirəm. Nəyə gülürsünüz? Vallahi. Xeyr ola. Mən niyə işləyirəm ki? Oturacam evdə. Yemək, tort, Instagramın ruhu tamam başqadır. Burada yemək istəyirlər, tort istəyirlər, burada nə bilim şirniyyat istəyirlər. Burada tamam başqa şey deyil. Tamam düz deyirsən. Bax görsən də elə düz deyirsən, otur evdə, kef elə. Günay, tavahanı vur yuxu görən kimi. Vallah bu dəfə uca tavalıq deyil idi. Tavadan 5 bətər idi. Başımdan mazut iyi gəlir, xəbərim. Gəlir. İngil. Bugün kvadratsikla getmişdim. Kvadratsikl sürmüşük. Elə bilən motoristə. Gəlir, mazut iyi gəlir. Sizi çox sevirik, çox sağ olun, təşəkkür edirik. Öpürük sizi bağrımıza. Günay səhv deyir. Nədir, kim dedi onu? Sevinç 1567. Ay Sevinç xanım, indi mən keçəcəm sizin proqram. Bir ay Günay, siz də oradan evdə iş görürsünüz. Bacı, indi evi çörüm, ev köçür. Bəs kim eləyir? Mən eləyirəm də. Kim eləsin? Vay da evin gündə bax. Kim eləyib görəsən? 5 dəqiqə gözümə yuxu getdi. Gülstan Əliyeva qəbul elədi paylaşımı. Instagramda. Artıq heç nə yazmıyor. Nədirsə bax, günahkar budur, bax bu. Gülstan xanım, bayaqdan mənə deyir ki, sən niyə Gülstanı yuxuda görmüsən? Mən demədim ki, yalandan geri qaytarıb saxlamaq olur TikTokda. Mən demədim ki, nədir? Günahkar Gülstan xanımdır. O gəlib sən yuxuva girməyib ki, sən o yuxuda görmüsən də. Sən Allah bir dənə keçin bizim Zaur Günay Instagram səhifəsinə. Elə TikTokda da. Sizdən xahiş eləyirəm. Zaur Günay Instagram səhifəsi. Lap olsun TikTok. Mən prosta Instagramda oxumağa rahat oxuyuram. Gülsan xanımın heç bir günahı yoxdur. Bugün canlıda olsa qoşacam onda. Instagrama gəlsəydi, Instagrama canlıya gəlsəydi qoşardıq, danışardıq. Bir sənətkarı. Hanı? Mənim əziz qonşularım. Nuriyev, çox sağ olun. Bu dəfə Günay sona. Yaxşı bacı. Sən oranı oxu, mən buranı oxuyam. Deyir mənə ki, bu dəfə ay günü görün. Nə işləyirsiniz Zaur bəy? Mən heç nə. Mən belə əli quru. Oturmuşam evdə. Sizi çox seviyorum. Sağ olsun. Var olasınız. Hər gün gedir işə gəlir, qəşəng məni yedizdirir, çizdirir. Bəs deyir, bu da yuxu görür. Allah papamızın canı sağ eləsin. Allah mamamızın canı sağ eləsin. Gedir işləyir, gətirir. Mən də oturmuşam evdə. Görün nə yazırlar. Zaur Günay Instagram səhifəsində nə yazırlar? Deyən görüm. Gülməyə dəmir. Nəyə gülməyim ki? Niyə gülməyim ki? Gülmək bana yakışıyor. Bir dəqiqalıq keçiyorum. Bizim əlimdədir uşaqlar. Keçirəm. Telefonumun ekranı düşdü, qırıldı. Ət pişirir evdə. Yemək pişirir. Nuranə xanım yazıb, yazıq Zaur. Yaxşı qoy yazıram ona. Yaxşı Nuranə xanım. Çox sağ olun Nuranə xanım. Təşəkkür edirəm sizə. Yaxşı Nuranə xanım. Yaxşı. Verilişdir də, deyə. Nə istəyirsiniz? Verilişdir də, deyə. Bax, bir izləyicimizdən bir kişi yazmışdı ki, bəs serial çəkin, ər-arvad tipli. Yaxşı Nuranə xanım. Belə isə ulduz olur. Deməli. Deyir, vay, mən də olsam eynən belə edərəm. Aynurə Mustafayeva, buradasınızsa öpürəm sizi. Qazan xan, nə yaxşı? Bəli, Qazan xan. Adını mən qoydum qabağını. Təşəkkür Qazan xan, çox sağ ol. Var olasınız. Sən Instagram oxudun. Bəlkə Qazan xan deyil. Az da get gəl dana, get gəl, yeri gəl. Hədə yaxşıdır. Belə də yarım görünür də. Yarım nədir? Deyil belə. Yarım buradadır sənin. Ay, düşmüşəm səndən.
Qodiyan xanım mənə yazmışdı, Aynura xanım. Etdikanski. Mən də olsam eynən belə edərəm, yazıram, öpürəm sizi. Instagramda cavab verirəm. Mən də TikTokda baxıram. Instagrama da baxıram. Zahir Günay verilişi aparırıq. Deyə verilişdə evimizdən veriliş. Axşamınız xeyir olsun. Kiməsə öpürəm sizi özümüzə yazdım. Nətər oldu? İstədim ona yazım, getdi başqasına. Allah sizi də qorusun. Qoy silim təzədən yazım. Zahir bəy yekdir, çox sağ olun. Əlbəttə. Yuxularına baxıram. Конечно. Ay uşaqlar. Əkizlərim çox sağ olun. Bir də xanım çox qəşəng şey yazıb, dediyində həqiqət var. 6300 adam var canlımızda. Onu biz 10 min eləyə bilərik. Bəyənməmizin sayını məsələn 1 milyon eləyə bilərik. Tıklayın. Mən də şey moderatoram. Yaxşıyam, çox sağ olun. Şirniyyat bişirin. Şirniyyat bişirək. Nə bişirək indi? Evdə heç nə yoxdur axı. Xaladenikimiz. Faruk var idi, onda ər-arvad indi bir-birimizə aclıq gəlmişdi, oturduq yedik. Xaladenikimiz boşalıb. Qazan xan çox sağ olun. Çox sağ olun. Aynur sağ olun. Hamısı sağ olsun. My life, təşəkkür. Bu nətər olur? Bax TikToka girirsən, bu qədər izləyici ilə, məsələn 6000, 7000 izləyici canlıya girir. Amma Instagrama girsən 600-700 zorla olur. Instagramın alqoritmi çox zəifdir. TikTok daha aktivdir. Ona görə deyirəm, gəlin Instagrama, oradan yazın, oradan oxuyacağam. Deyir ki, bu verilişiniz də çox maraqlıdır. Çox sağ olun. Bizim elə bütün verilişlərimizin Güldükcə gülürəm sizə baxıb. Maraqlı videolarla çıxırsınız. Nərmin İbra bizim daimi izləyicilərimizdən biri. Gözəl xanım, öpürəm sizi. Kaç paylaş? Könül Bayramova. 4169 73 88. Bloklayacaqsan çıxdı. Əzbər bilinən bir şey var da. Bir adam özümdə kartımı atdım. O gün kim idi? Gülsatan idi. Oturmuşuq belə. O Gülsatanı da tutdular da, bildin də. Cəmaata gedib ilişirmiş. Keçli və gülü mənə baxasın. Ha, gəldi belə. Deyirəm ki, valla bu kartdadır da. Deyir ki, kartım da var. Deməz salam da işimiz yoxdur da. İşimiz var. Hamının üstündə artıq kartı da var. Günay kostyumu hardandır? Çox sağ olun. Yazmışam. Orada yazmışam. Niyə mən TikTokuma baxıb cavab versən? Gedi Instagramına bax cavab ver də. Instagrama da yazırlar da. Zahir Günay Instagram. TikTokuma keçirsiniz. Eynək Bakı çox sağ ol. Eynək Bakı qəşəng eynəkləriniz var. Göndərin taxaqdana. Boş bekar adamlar oturmuşuq evdə işdə. Göndərin eynəyinizdən, zadınızdan gələk taxaq. Bahalı eynəklərdir, yoxsa belə geydirməz. Instagramdan yazanları oxuyuram, tez-tez oxuyuram. Mayıs çox sağ ol. Məncə də Gülüstan xanım ödəsin, aylıq ödənişi də Zaur bəy Günay xanıma versin, xərcləsin. Baku Estate Agency. Sizi var olasınız. O yazım ona. Allah sizi Zaur qorusun. qutardı, quruyub. Allah sizi qorusun. Get özün. Nə edirsən özün. Allah Tərtərdən sizi salamlar. qorusun deyə. Dünən Bərdəyə gəlmişdim, Seyid Subağanın ocağına. Qurbanımı kəsdim, qayıtdım Allah gəldim. qəbul eləsin. Allah bütün muradlarınızı Buradayam. Kimdir o deyən burada? Zeyid çox sağ ol. Bütün xoş sözlərimi yazacağam o adama. Allah bütün muradlarınıza çatdırsın sizi. Veriliş açılır, veriliş açılır. Siz necəsiniz? Deyir, verilişdir də başına. Verilişdən veririk. Bana nədir burada? Çatdırsın sizi. Baku ev. Qafiyə ilə yazıb özdə. Buradayam. Gör nə qəşəng yazır. Deyir, məncə də Gülüstan xanım ödəsin. Aylıq ödənişi də Zaur. Çox adam indi bilmir ki, söhbət nədən gedir. Hər iki səhifəmizdə, həm Instagramda, həm TikTok səhifəmizdə, Zaur Günay Instagram və TikTok səhifəmizdə bizdə quşdudur. Biz quşduyuq. O gün kimsə paylaşmışdı, Əhmədov idi deyəsən. Bu sənin deməyi Quşdu səhifələrimizə girirsiniz. Bu quşdu deyirlər də, nə deyirlər? Göy quşdan, göy quş. Hə. Ora girirsiniz, orada elə bil ki, biz video paylaşmışıq. Sonuncu söhbət nədən gedir görəsiniz. Amma xahiş edirəm bəyənmələrin sayını artıraq da TikTokda. Deyir ki, Əhmədov Nihat, özdə bilmirəm, ya oğlandır, yoxsa xanımdır oğlan adı ilə deyir. Vallah Günay xanım, siz hələ vicdanlı davranmışsınız. Görürsən? Nağarmalıdır, niyə? Deyir, siz hələ vicdanlı davranmışsınız. Nə eləməlidir? Vicdandan da nə eləməlidir? İdeyaları sizdən gözləyirəm artıq. İdeyalar sizdən gəlsin. Gedib oturacağım Gəncə Park City-də, obyektimdə. Gülüstan xanım da oradan obyekt alıb. Gülüstan xanım da alıbdı oradan obyekt videomuz var. Obyektlər satışa çıxıb, gözün aydın. Gedərsiniz, orada tez-tez görərsiniz. Almaniyadan salamlar, necəsiniz? Tavada yumurta, Zaur, Moskvadan salamlar. Qazan xan, çox sağ olun. Bu niyə dalın çevirdi mənə getdi? Kim? Qazan xan nə satdı, gəldi dalınla belə-belə elədi, getdi. Nə sən Allah, mən getdim o tərəfə. Bir də göndərsin, gedirəm. Bir də baxın. Yox da bir də göndərməsin, yazıqdı. Qazan xan da heç nəyə qalmadı. Da qazanlıq qalmadı. Qazandı işdə qalmadı Qazan xan. Əlbət çox sağ olun Orxan, təşəkkür. Nə idi? Mən onu qaytardım necə davrandım? Nə idisə yaxşı bir şey idi. Nəsə gəldi belə quyruğun belə-belə elədi, çıxdı, getdi. İti idi, pişiyi idi, ayı idi. İti idi. Surgutdan salamlar, süpersiz, təşəkkür edirik. Çox sağ olun, salamlar.
Surgut. Zaur, xəmir yoğura bilirsən. Hə, Natiq. Bu axşamın bu var. Bu deyil, budur. Gecə. Ay, çox sağ ol. Ürəklər çıxdı özdə. Prosta bir getdim mən qaç. Gecənin bu vaxtında adama belə sual verir. Xəmir yoğura bilirsən. Heç dəxli var. Xəmir yoğura bilirsən. Yox, yun əyirirəm, nə bilim, hörgü hörürəm, nə bilim, nə deyirsən eləyirəm. Çox sağ olun. Mən getdim Instagrama cavab yazmağa. Sən Bu gəlmirsən, videodur. Bax, bu videodur. Gəlmirsən. Gəlirəm. Gəl də. Gəl də canlı yayım eləyirik də, gəl də, efirdir də, gəl. Efir eləmişik. Verilişimiz başladı. Axşamınız xeyir olsun. Gəncədən hər birinizi salamlayırıq. Uğurlu gün arzusu ilə sizə. Sazımı gətir, saz çalacağım saat cəmaata. Yaxşı, qoy mən də geyinib gəldim. Ay. Belə süsülü də, hə. Yəni əl yazmalarını oxuyacağım sizdən sonra. Ay Günay, düz edirsiniz. Salam, axşamınız xeyir. Əlbəttiniz xeyir. Gəncədən salamlar. Qısqancadan deyir. Bir sən nətərdir? Belə əlində laz olsa, məni bağlayar evdə zadda, kravata zada, belə zəncirləyər. Deyər çıxma evdən. Valla. Ay, siz elə sakitliyinə baxmayın. Deyir, o günlərim qapını bağlayıb üzümə getmişdi. Qaldım evdə. Yadımdan çıxdı. Sonra deyir, yadımdan çıxıb qalıbdı. Saat 4-ə qədər arsız evdə oturmuşam. 4-dən sonra gəldi, verilişi qutardı. Gəldi. Mən də evdəydim. Gəldi, qapını açdım, o zaman məni buraxdı çölə. Buraxdı yazdı. Moskvadan salamlar, aleyküm salam. Yeni proyekt olacaq. İnşallah, bilmirəm ki, hələ mən özümü dəmə qoymuşam. Yalansa səni, nədir inanmırsınız? Hər gün evdən çıxanda üzümə qapını bağlayır, gedir, məni qoyur evdə, deyir ki, "Şo, gələndə özüm açacağam" deyir qapını. İndi səhər də burada yadına düşəndə, tezdən duranda nəsə bişirib qoyursa, bişirib qoyur. Və bişirib qoymursa da elə getdi da. Heç nə, axşama kimi arsız oturub evdə gözləyirəm. Ki, nə vaxt gələcək, nə vaxt işdən gələcək. Mən Instagramdayım. Gəlirəm, 5 dəqiqə gəlirəm. Zaurla Instagramdayım. Siyəzəndən salamlar dedilər. Aleyküm Sonra salam. hardan izləyirsiniz? Keçid alıb baxa bilərsiniz, yaza bilərsiniz. Zaur Günayda. Salam, nətərsiniz? Günay xanım, Siyəzəndən salamlar. Şahnaz Həşimova yazıb. Xeyirli uğurlu olsun. Öpürük sizi. Çox sağ olun, Şahnaz xanım. 50 dəfə Gəncəyə gəlmişik, gəlib hələ bir dəfə sizi görə bilməmişik. Şahnaz xanıma nə vaxt səhv vursam belə, özü incimişəm sizdən. Deyir ki, ağrıyıram. Bir dəfə dedi dişimi düzəltdirirəm, keçdim. Bir dəfə dedi ağrıyıram, keçdim. Bir dəfə dedi, sonra dedim ki, yox, da özü Şahnaz xanım deyəsən artıq bizi görmək istəmir. Eşidirsən, qəşəng dualar yazdım, göndərdim həmin adama. Yazdım, Allah sizi qorusun. Allah bütün muradlarınızı çatdırsın sizi. Qafiyə ilə yazmısınız özü də. Kommentə, məncə də Gülüstan xanım ödəsin. Aylıq ödənişi də Zaur bəy Günay xanıma versin. Yazıb, amin bahəm inşallah. Təsadüfi qafiyədir. TikTokda canlı duaları eşidirdim. Təşəkkürlər, var olun. Çox sağ olun. Mən cəmaata deyirdim ki, Günay o gün qapını üzümə bağlayıb getmişdi. Dedim, hər gün qapını bağlayır, məni qoyur evdə, çöldən qapını bağlayır, gedir. Saat 4-də işdən gələndə. Cəmaat elə biləcək gestapaz adamı, gözünün adı bağlayıram çölə çıxanda. Yox, mən elə qız deyirəm. Qəşəng qız görəndə deyirəm, bax, nə qəşəng qızdır. Yox da mən elə də yox da, yəni. Yalan deyir, heç vaxt. Nə qədər qəşəng qız gəlib keçib, heç vaxt deməyir. Yalandan demə. Da prosto çoxdandır belə çox yol getmirik deyə. Ona görə. Valla yalan deyir. Qəşəng qız görəndə deyirəm ki, bax, Zaur, belə qolundan vururam, deyirəm ki. Sonra da gəldi ki, niyə baxdın? Mən deyirdim, sən niyə baxırdın? Başınıza dönüm. Ekran tıklayaq, gəldi moderatorunuz. 400 min tıklama, mən getdim, gəldim, hələ 400 min tıklama.
1 milyon başınıza elində dönün. onda. 1 milyon eləmək sizin əlinizdə nədir? Bizim Davud, mənim verilişim səhər o 1-dən 3-ə kimi açıram da Moskvadan canlı. salamlar. Bir dənə tıklama tıklayır. Tək Deyir, başına bəs tava nədir? Bəs elə deyənsənsə belə get başqalarına bax deyənsənsə ona bax, ona qəşəng. Yox, ürəyim, yox canım, bacı da yəqin ki. Bacı. Onun xüsusi momentləri var. Yazıq, Tavanın yazıq. xüsusi momentləri var. Balaxandan salamlar. Baxanda o tava gəlmir. Onda başqa şey olur. Salam. O tavanın xüsusi momentləri var. Onu görürsüz də, çox vaxt görürsüz Instagramda. O momentləri, anlar var. Belə sözləri, atmacaları, nə bilim daha sonra nə deyim. Daha özünüz görmüsünüz də nə deyim. Sən Instagramdan bax, mən də buradan biraz baxım da. Gedir. Zaur Günay necəsiz? Biz əlayıq, yaxşı olun. Bir dənə video paylaşmışıq Zaur Günay Instagram səhifəsində və elə Zaurun da TikTok səhifəsində. Sənin adın Zaur Günaydır da. Hə, orada da Zaur Günaydadır. Zaur bəyin mimikləri bizi bizdən alır. Can, var olasınız. Mən Instagramdan oxuyuram. Salamlar Qaxdan. Eşq olsun. Göyçaydan qucaq dolusu salamlar gözəl cütlüyə. Var olasınız. Rusiyadan salamlar. Veriliş olacaq inşallah. Da elə verilişdir də ürək. Sizi sevərək izləyirəm. Çox sağ olun. Müşfiqabaddan salamlar. Allah sizi qorusun. Şəkidən tez-tez gedir ucu. Şəkidən Hayır, salamlar. sürətli gedir. Mən heç oxuya bilmirəm. Mən TikTokda baxıb TikTokda mən oxuya bilirəm. Salam gözəlim Astaradan salamlar. Sevirik sizi. Nə yeyirsiniz? Saqqız çiynirəm, çıxardıram, çiynirəm, qoyuram, bir də salamlar. çiynirəm. Xaçmazdan, Lənkərandan, Kərimov nəsə yazmışdı. Tovuzdan salamlar. Kərimov, Nardaran, Qəbələdən, Zaqataladan, Balakəndən Allah qorusun, Allah sizi qorusun. Biləsuvardan, Cəlləbad var olun, Litvadan. Oy, müdücə tez-tez oldu. Mədəni tərbiyəli, arxasını görməm. Balakən, Səbrabad, Quba, Şamaxı, Goranboy, Lənkəran, Məncə belə Ağcabədi. eləyək görək. Yaman elədin. Belə. Zərdabdan salam, Gəncədən salam, İnmiş, Şabran salam, siz Şəmkir, gedəcəksiniz. Bərdə, Kürdəmir, İngiltərə? o Beyləqan, Qəbələ, Goranboy. İngiltərə göndərdi. Uy, bu Nə nədir? bilim, ay, yox, Gözüm yox, çıxdı, uşaqlar yox, qarışdı. gözüm başım qarışdı. Qarışdı. Gəncədən, Ucardan salam, Oğuzdan. Əziz Gəncəlilər və Gəncə şəhərinin qonaqları. Keçin Zaur Günay Instagram səhifəsinə. Sən nə oldu belə? Sən nə işləyir belə eləyir? Sən nə iş belə eləyirsən? Əziz gəncəllər. Neymiş qırıq? Qaddanınızı alın, Bilası qaddan var, alın. Quba, Ayda da var. Gəncənin o şirin ləhcəsi var, qaddan 1 milyon bəyənməyə çatırıq dostlar. 1 milyon bəyənmə tıklama geldi. Hadi. Hadi, mən Hadi. Mən getdim cavab verməyə Gel de Kutar gel. Merhaba. Hoş geldin ya yüreğime, boş ver be. El alem ne derse desin. Hadi. Mingəçevirdən salamlar. Hə, getdin də rahat danışa bilərəm. Demək, mənim günüm gün deyil. Allahdan gizlin deyil, sizdən nə gizlin olsun. Bu adam çox qısqanc adamdır. Sizdə başdan belə deyildi. Elbi yavaş dediyin düzələrdən adam fikirləşir ki, illər keçəndən sonra hər şey düzələr. Sonra görsən ki, yox, heç nə düzəlmir. Hayda, xarablaşır. Cavab yazında yazdıq. Deyirəm də Allah qüsurətli gedirik. Qurandan da olsun heç nə oxuya bilmirəm. Kosmo çox sağ olun, minnətdaram. Ürək hər birinizə. TikTok'a da Instagram'a da eşq olsun. Quran çox sağ olun, təşəkkür edirəm. Minnətdaram. Fanat klubuna qoşuldunuz, çox sağ olun. TikTok fanat klubuna qoşulduq. Salam, necəsiz? Yaxşıyam, çox sağ olun. Göyçaydan salamlar, Xaçmazdan, Şəkidən, əleykümə salam. Kimlər var görək TikTokda, kimlər var, kimdən qoşula bilərik? Kimlərlə qoşula bilərik də? Nay. Ramay Musik, Əli, Beyni Qam. Hatta da var, bunu adlar da var. Qasımov, Babək Cəbiyev. Hə dostlar, bəyənməmizi 1 milyon eləyək də xahiş edirəm. Qəşəng bir video paylaşmışıq. Həmin o videoları girib izləyə bilərsiniz. Bu qızın qısqanclığından. Gəl də Qutar. Darıxmışam sizin üçün. Can, çox sağ olun.
Nə vaxt qayıdacaqsınız? Valla biz getməmişik ki qayıdaq. Biz elə yerimizdəyik. Hardayıq ki? Hamınızı salamlayıram. Kimin ad günüdür bu gün desin görək. Allah haqqı çox sürətli gedir. Məsələn daraldı deyim diyorum. Hollandiyadan salamlar. Mənim Günelin ad günüdür bugün. Pastora Kek. Mənim doğum gününüz mübarək olsun. Ad günündə nə işin var TikTokda? Ad günüdür, get ad günün qonaqlarını qəbul elə də. Nay 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 nay. Amma yox, təbrik edirəm. Gəl. Mən gəldim. Qorxmayın məndən. 684 nəfər 684 min bəyənmə var. Və bunu bir qaldırın 1 milyon eləyin. Dana nə zülmdür, bu nə zülmdür, bu nə ölümdür, bu nə... Mən ortada belə reklamlar keçirir. Mənim qızımın ad gündür. Samir təbrik eləyirik. Qaqa bir veriş açmaq fikirləşir. Böyük qızlardan olsun. Sağlam böyüsün. Xoşbəxt böyüsün. Elnur Mustafayev çox sağ olun qaqa. Yaxşıyam, çox sağ olun. Allah razı olsun. Burada biraz adam ağ görünür, burada qapqara görünür. Sən telefonundan deyil. Elə bu biraz Ayza, səni çox sevirik. Hacan? Nifox deyil abi. Nifoxdur? Yox. Ekranı nə silərdin bana? Sən otur orada Instagramda, mən də burada TikTokda. Mən Instagramda cavab yazıram, başına dönüm. Başına, özü mən səndən danışmırdım. Mən niyə çağırdın ki, çıxır? Niyə danışmırdın ki, nə ayırmışam? Küsmüşəm səndən. Yanan da mən, yaman da mən. Yanan da mən. Girin axırıncı videomuza baxın, görün. Mən haqlıyam yoxsa yox? Az elədim. Bir dənə TikTokda da girib baxarsınız da xahiş edirəm. Sizdən də xahiş edirəm artıq dərəcədə. Çox sağ olun. Sizi sevirik, Allah sizi qorusun. Çox sağ olun. Günə Instagram uçdu səhifə. Bir dənə ora girin, yazın da oxuyuram. Görün videoya baxın, sonra yazın, görün. Mən haqlıyam yoxsa az eləmişəm? Çox eləmişəm, az eləmişəm. Məncə az eləmişəm hə. Yalandan kiminsə boynunu atmaq lazım deyil. Burada bir günahkar var, o da sən. 756 min bəyənmə, 57 min, 58 min. Keçirəm. 1 milyon bəyənmə. 5 milyon bəyənmə olsa nə eləyərsən? Ha? Nə eləyərəm? Möhkəmdən qışqıraram. Qonşularımız qaçar. Aha, başqa bir adamın adından Telegram'a mesaj gəldi. Vay, səni gördüm deyəsən, baxmalısan. Mən girim, oradan da mənim Telegramım olur. Girməyin inşallah. Eləməyin ha. Tanış adamların adını, Telegramını oğurlayıb belə eləyirlər. Mamam da gəldi, az başına dönüm. Anam. Aynen dur, az biraz. Mamam canlıdadır. Qaynanan mənim tərəfimdədir onsuz da, mama. Çay süzünə bir dənə çay süz. Bax, bayaqdan 2 stakan, 3 stakan çay içmişsən. Nə get birini də dəmlə. Paltar yuyursan. Hə? Birini də dəmlə. Mama, axşamın xeyir, Mama, necəsən? yaxşıyam, vəziyyət yaxşıdır. Mama, səndən biraz şikayətim var. Deməli, gir bizim səhifəyə, Instagrama da, bura, Zaur Günay Instagram səhifəsinə. Bir dənə axırıncı videoya bax. Mama, bax, gör nə yuxular görür bu. Gör, hələ az qaynanım deyəcək, az eləmişsən. Qabları zadı yığışdıdan ortalıqdan, nə deyilər? Kim elədi onu qoydu ora? Sil təmizdə ora, təmizdə ayıb da, mənim orada oturub baxır, təmizdə ora. Jaketi çıxartmışsan, orada atmışsan. Tvaroğu yemişsən orada. Yığışdır. Balı yemişsən orada. Səsi nətər alındı. Allah qurban olum. Oh. Nə yaxşı da gördüm. Deyir, ilan yatmış görüm. Mamam gəldi. Zəhmət olmazsa keçin Zaur Günay Instagram səhifəsinə. Ay mama, Allah səni mənim üstümdən əski eləməsin. Amin. Allah can sağlığı. Gülür elə. Qaynanan mən Axşamınız xeyir, mənim ürəklərim, canlarım, sizə qurban olaram. Allah sizi qorusun. Öpürəm mama. Canın yanmasın, ay Zaur, şükür Allah. Allah sizi qorusun. Amira xanım. Biraz ürəkləndim. Amira xanım. İndi çıxacaqdan mama çox Instagramda şey yoxdur. Baxan deyir. Gülürlər hələ. Nəyə gülür? Qazan xan çox sağ ol. Ana, Qazan xan çox sağ ol. Ay Qazan xan, Allah qazancını çox eləsin, yüksək eləsin. Çox sağ ol. Yormayın özünüzü. Canım Günay xanım, əgər siz düşündüyünüz kimi olsaydı, məncə tava işə düşməli idi. 1 milyon bəyənmə eləyək. Burada bəyənmə olmur. Burada məsələn Instagram yazıq, bədbəxtdir Instagram.
Instagram bədbəxt zət deyil. Hamı keçir Instagrama komment yazır. Keçsin yazsın, amma bilsən nətər belə elə Mama burdadır hələ. Mama tıklayırsan, burdadır. hə, Ürəkdən, burdadır. böcəkdən bir şey burdadır. Dəqiq burdadır. Hə, burada da anam. Hə, elə ora dırnaq vurur. Mama dırnaq vurur, narahat olma. Başın burasında belə elə. Hə, aşsa bura. Yox, mama elmir belə. Hə, belə. Mam elə qəşəng dırnaq vurur, çart eləyir adam, dilinin əlinin Mən altına ürəyim belə çart. gedir başını belə eləyəndə. Ləzzət Amma eləyir. elə adam var ki, başına belə. Az yox elə eləmir hə. Bacarmıram. Yox. Göstər mənim başımda. Amma elə adam var saçına əl vur. Ay. Yox, mam onu qəşəng eləyir, çırt eləyir belə. Hə, bilirəm. Adam elə bilir ki, başında bit ölür. Can buradayam deyir. Bəs nə? Deyir burdadır. Mama dırnağı nətər vurursa, elə bilən başımda bit var, çart eləyir, öldürür. Allah. Can buradayam deyir. Bəs nə? Ay Allah. Yazıram. Aleyküm əssalam, siz ürəksiz. Çox sağ olun, təşəkkür Mən edirəm. Instagramda cavab yazıram. Mən hələ mute rejimindəyəm. Qaynanam gedəndən sonra danışacağam. Səninlə söhbətlərim. Mama getmə, hələ bax bura bizə axıra kimi yaxşı qadan al. Hələ çox Heç şey yerə deyirəm. getmə mama. Çox şey deyəm. Otur orada. Ayıbdır. Reklam eləyirik. Nəyə reklam eləyirsiniz? Reklam eləyirsiniz. Deyəcəm. Dünya reklamın üstündə qurulub da. Və nədən nəyin üstündə qurulub? Tərtərdən də salamlar gəlir. Eşq olsun. Bəyənməmiz 1 milyona çatır. Eşq olsun. Eşq olsun, oğulsuz, ürəksiz. Bura deyir sandıq zad qoyurlar, o nəfər eləyirlər. Bunun üstünə basarım. Partlayıb eləyərik. Açın nədir? Hadi aç. Eynək bakı, sandıq. Onlar götürsün də, mən götürməyim. Hə, qoca maat götürsün. Elə eləyirlər onu. Bilmirəm axı Hə, başım. bəlkə mən də sandıq qoyum. Sandığı hardan qoyursan? Mama getdin burdasan. Qaynanam getsin indi mən deyəcəm. Gözəl ailə, çox sağ olun. Birlikdə veriliş edin deyəndə ki, İki tərəfli canlı. Orada da baxsınız, burada da baxsınız. Sabah baxarsınız. Biz ora da baxırıq, bura da baxırıq. Səhər-səhər. Qəşəng bir verilişimiz olacaq. Ad günü təbrik eləyəcək deyə 12-ni keçəcək. Hə, Güləz xanımla günümüz var. Dənizə forum Güləz. Dənizəfur denən gəlsin canlıya ad günü təbrik eləyək. Bu dəqiqə. Ad günüdür. TikToka gəlsin də. Yaxşı. TikToka gəlsin Güləz xanımla PK eləyək. Tədbirdə ad günündə zotladı. Əşeş nə olmaz gəlsin. Canım, gözüm, ürəyim. Tək adam deyib otururlar. Can. Necəsiz? Biz sizi sevirik. Doğum gününüz mübarək. Təbrik edirik. Hara gəlsin? Gəl mən də təbrik edirəm. Gəlirəm. Sağlam yaşayın. Sizə bir sürprizimiz var inşallah. Amma getmə heç ara. Burada ol. Yaxşı, sizin adınız Salam. 1 milyon oldu. davam etməlidir. Denən gəlginən TikToka canlıya da. Sağ canlıdadır indi o tərəfdə kuxnada. Deyir ki, əgər Gülyaz xanım bir boşdursa, TikTokda canlı yayıma qoşulsun, təbrik eləyək onu, doğum gününü. Tədbirdə deyilsiniz? Yox? Hə, onda girin. Gir canlıya, canlı aç. Canlı açın siz. Sən canlı aç, mən sizi göndərəcəm, mən sizə göndərəcəm. Göndərəcək, qəbul eləyərsiniz. Yaxşı. Hə, elə girin TikToka. Sən Instagram bacarma, TikTok bacarma. Neçə ildir tək tənha otur. Da nə oldu buna? Xeyr oldu. Yaxşı ürəyim. Buradan görək sizi həm də. Hə, sabah ürəyim, sabah. Öpürük, gözləyirik sizi canlıda. Hə, da Siz girən kim Nurəliyeva, əminəm ki, çox sağ olun. sabah da elə olacaq. Mamam görsən yazır, deyir, buradayam arxanda dağ kimi durmuşam. Öpürəm sizi. Allah sizi salamat eləsin. Gəlin danışaq. Arzularımızı burada deyək. Öpürəm sizi. Sağ olun. Arxam. Mama elə burdadır. Bəli. Gülyaz xanım uşaqlar canlı açacaq. Girən kimi deyin də buradan xəbər eləyin qoşular. Mama burdadır, dəqiq burdadır. Hə, deyə yazdı. Aybəniz Xanşımova da gəldi canım. Aybəniz xanım öpürük sizi. Aybəniz xanım. Gecədən süpədək səni anır. Xəyalımdan. Öpürük sizi çoxlu. Aybəniz xanım bağrımıza bax. Ürəyimizsiz bizim, ürəyimiz. Sevirik sizi. Darıxmışıq sizdən ötürü. Quymağınızdan ötürü darıxmışıq. Hə, axırıncı dəfə. Sizin o zavtırkınızdan ötürü darıxmışıq. Axırıncı dəfə bir dənə quymaq. İti çıxart biz gələk. İti evdən çıxart. Çıxar sənin neynədir ki? Onu sən Allah yaxşı cumhur adama yaxşı lazım. Aybəniz xanım bastı onu bir sotağa. Gir ora. Deyir küçədə itiraz edir, küçük də çabadadan çıxdı. Onu evdən yığışdırarsınız, bizi qonaq çağırarsınız. Mənim allergiyam var itə. Eşq olsun. Aha, uşaqlar Gülyaz xanım girən kimi deyin qoşaq. Gülyaz xanımın doğum günüdür. Təbrik eləyək onu ad gününü.
Salamlar, eşq olsun. Hardan izləyirsiniz? Mən keçirəm Instagramdan oxuyum, buradan oxuya bilmirəm. Zaur Günay Instagram səhifəsindən kommentlərinizi gözləyirik. Ən son video. Otur da, otur. Niyə usta qaldın? Nə yaxşı? Otur da. Nə yaxşı nədir? Nə yaxşı? Belə danışsan ki, elə bil ki, dırlan sayı heç vaxt deməmişəm, otur. Qoy görüm nə yazırlar, bax. Sənin də gözün buradadır, oxu. Mən ora baxıram. Afa xanım, heç sizdən gözləməzdim. Afa xanım nə yazıb? Yazıb ki, necə deyərlər, yuxunuz çin olsun. Deyəcəm, yuxunun hansı hissəsi? Bəyənmə 1 milyon, 100 min, 2 milyon eləyək bəyənməmizi. Mən Instagramda videonun altında cavablar yazıram. Gülstan xanım gəldi görə. Gəldi? Yox. Dostsan da ondan, hə? Hə, dostum. Hə, bir dəfə canlı eləmişdiniz, yadımdadır. İndi gəldi. Şəkidən salamlayırıq. Yevlaqdan salamlar. Nə olub? Rövşən bəy, keçin Zaur Günay Instagram səhifəsinə videonu görəcəksiniz nə olub. Elə onun şeyidir. Qoy qaynanan buradadır. Gülstan xanım özü açıbdır canlı. Elə dedi açıram da, yəqin indi açır. Dedi evdəyim. Salam, çox güldüm. Həmişə gülün, Mətanət xanım. Həmişə gülün. Hardan yazdığınızı da yazsaz kommentdə, buradan oxuyardım. Həm canlıdan, həm buradan da. Gülstan xanım heç bilmir ki. Zaur Günay Instagram səhifəsində. Gülstan xanım başı çıxmır ya Instagram. Görüm hardan. Deyir, düz eləyirsiniz. Arada belə də olur. İndi bu hansımıza yazır? Hansımız düz edir? 1 milyon 200 min bəyənmə, 5 milyon olacaq bəyənmə, 10 milyon olsaydı nə bir olardı, əvaydı. Yox, olmaz əş. Bizdə 10 milyon olmaz. Yox, olmur ki. Nə? Nə olub bə? Bizim izləyicilərimiz elə belə izləyicilərdir. Sən hara dedin girsin Gülyaz xanım? Dedim canlı yayıma girdi. Hansına? Dedi Instagrama yox. Mən düşürəm buradan, yıxılıram. Nə var? Bir ayağımın bir tərəfi düşməyib bura. Oy, oturum da. İndi mən pis oturdum. Düz oturdum. Yatmışam. Deyə Gülyaz xanım. Gülyaz xanım yəqin girdi. Gülyaz xanım, özünüz canlı yayım açın. Gülyaz xanım. Bizim canlıya girməyin, Ürəyim. Ürəyim, buradan canlı açın, oradan qoşaq sizi. Canlılaşsanız sırası siz dəvət eləyəcəm. Gülistan xanım, çox sağ olun, mədənli hanı. Sizin kommenti gördüm, cavab da verdim. Görən boydan salamlar. Nə olub ki, səhifəyə əvəz olunmaz cütlük. Star, bax, öpürəm. Boğun deyir Günay xanım, yaxşı eləmişsiniz. Bağışlayın, qaynanan buradadır. Anneciğim. Qoy görüm, hardan izləyirlər bizi, yazdılar mı? Keçdim. Sumqayıtdan salamlar. Neil Sumqayıt. Gülstan xanım canlılaşdı uşaqlar. Öpürəm sizi, yazıram. Öpürəm. Gülyaz xanım, Gülstan xanım dilindən düşmür. Mən nəcə heç o bayaqdan beyninə gəlmir. Bayaqdan Gülyaza zəhmimizə mən Gülistan deyirəm. Mama. Gülyaz xanım. Yuxuda Gülistan xanımı görüb, özdə nətər görüb? Yenim Gülyazı görərdim. Sən mənə pis sual altında qoyursan. Hansını görsəm qısqanmazsan? Hamısını qısqanaram. Bərdüz elədin Günay xanım. Bərdədən salamlar. Hüsniyə xanım, öpürəm sizi. Yazıram. Hamıya bir cavab yazıram. Öpürəm sizi. Adıyla oynamıram, sənki olmadı. Oynamaq olmaz. Saraydan şeydə videonun altından oxuyuram. Belə görə bilmirəm. Gülyaz, yenə Gülistan dedin. Gülyaz. Yenə Gülistan dedi. Ay Gülyaz xanım. Bu videodur. Bu videonun altından yazdığınızı oxuyuram. Zaur Günay Instagram səhifəsində. Oğardım uf demədən. Mama. Samirə xanım, öpürəm sizi. Övəlizar ofisal yazılmışdı deyəsən. Çiçəklər nə idi o? Atıldı. Fişənglər atıldı. Çox sağ olun. Təşəkkür. Təşəkkürlər. Öpürəm sizi yazdım. Kaş bütün yuxular belə gözəl olsun. Çox sağ olun. Təşəkkür. Çox sağ olun. Var olasın. Kaş bütün yaxşı yuxular belə gerçək olsa. Bu yuxunun harası yaxşı idi? Yuxunun hansı hissəsini deyirsiniz? Hansı hissəsini deyirsiniz? Ona uyğun cavab yazacağam. Sən mənim nəyimi qısqanırsan? Nəyim var ki, mən mələyim, xəlbirim göydə fırlanır. Sən yaşdan neçə evlənməklər? yaşım. Qaynanan da onu deyir. Gör necə oğul dünyaya gətirmişəm. Mən həmişə deməli analizə gedirəm və ya da uziyə gedirəm.
Uzudan çıxanda birinci mamamı atıram da deyirəm ki, mama analizlərim belə çıxdı, cavablarım belə çıxdı filan başıma belə. Bənətər olmalı idi ki, mən elə uşaq doğmuşam ki, onda başqa söhbət ola bilməz. Sənə qızı gəlsin. Bütün analar övladlarını elə çox istəyir. Bütün analar övladlarını elə çox istəyirlər. Allah da. Mən elə deyir uşaq dünyaya Sən yaşların hələ heç evlənməyiblər. İndi nə qarim gedim evləneyim. Nə olar ki? Nəsə yaman qımışdın ha, o nətər gülmək idi. Nə bilim ay günah. Yaman qımışdın. Sən öncə adam belə yoxlayarlar. Sən Allah onun o sifətini gördün. Adam belə qızışdırırsan, tırka verirsən, sonra da şey eləyirsən. Uzun mən bilmirəm, sən nətər inanım, inanmayım. Mən gördüm və sənin ağzın, o Davuda arada bir söz deyirsən, belə ağzı gedir bir tərəfə belə. Bax, elə qımışdın getdin, nə güldün. Yox, mən tuta bilmirəm səni. Nəyə düz deyirsən, nəyə səhv deyirsən. Ona görə necə varsan elə ol. Evlənmək istəyirəm, də ilə evlənmək istəyirəm. O yaxşı. Gözün içinə gülür. Ay Allah. Neçə ildir? Bir evliliyin Deməli 2012-də ağırlığını dərk edən insan 14 il olur da bu il Allah. Heç vaxt ikinci dəfə onu beynində gətirməməlidir. O ağırlığı. Baxma, yenilik istəyərsən. Deyərsən da все уже srokun keçib. Yenilik evlənməklə deyil. Srok keçib. Nə oldu, nəsə bilmişdim. Nə dedi? Sən məncə nə yazdı? Hansınız eşitdiniz? Nə dedi? Ya, deyin görün, baxıram. Xahiş edirəm, məni pis vəziyyətdə qoymayın. Nə dedi? Sən Allah. Dedi ki. Nə dedi? Onu mən bloka atacağam. O kim ona cavab yazsa mən onu bloka atacağam. Dayanır, özüm buradayım. So, blok. Eşitmədik nədir? Kim ona cavab yazsa o bloka düşəcək. Baxıram, kim deyir? Dedi, nə görənmədim. Gülyaz çağırmışıq ya, dəyənirsən o boyda sənətkara deyirsən ki, Gülyaz xanım gəldi. Gülyaz xanım yoxdur. Gəl görək, de oradadır. Yoxdur. De gəldi, deyəm. Gülyaz. Gəlməyib hələ, qoşula bilmir Gülyaz xanım, dayan, qoşulacaq. Nə dedi, sən Allah bir biz yazın. Dedi ki, nə? Heç nə, kim desə bloka getdi. Düşdü bloka. Bir də bizim səhifəniz deyə bilməyəcək. Stroku keçib dedidir. Elə dedin? Yox, onu mən dedim. Onu mən dedim. Bu nə dedi? Yox, strok məsələsini mən dedim. Nə sürətli gedir, Allaha qurban olum, heç nə oxuya bilmir. Dedi, dedi evlənmək. Bacım gəl qardaşım, bir olaq yumruq olaq. Yox, stroku keçib mən dedim. Sinəsi dağlanmasın. Azam yaxşı da deyin görüm. Bölünməsin bu torpaq. Yadımdan çıxan deyil, qaytaracam, geri baxacam. Yaşa. Yenilik evliliklə dedi Dedim ki, bu yenilikdir ki, başa düşmədim, evlilik olsun ki, yenilik olsun. Elə yenilik olur. Bunun nə əlaqəsi var? Mən niyə dedim quşdadım? Orada quş hansıydı? Nə quşu? Dedin ki quşdadım. Mən quşda deyiləm. Quşdan quş deyiləm. Yox, dedim quşdadım. Quş deyib eləməmişəm, yox. Yox, nə dedin o cümlədəki nə? 9000 adam baxır bizə, ayıbdır sənlə. Yox, bildirmə baxırlar, desinlər görüm nə dedi də. Sən mənim canım nə dedi, ürəyimdə qalacaq. Görsən Comar nə yazıb? Yazışı deyir ki, olsa yenə Günayla evlənərəm. Elə demədin, mən o zatı eşitmədim bayağı. Nətər eşitmədin? Sən lazım olmayan şeyləri eşidirsən o dəqiqə. Lazım olan şeyləri heç eşitmirsən. Yox, belə ürəyindən keçir, bala, get, gəl, evləndirmi səni. O vaxt o köhnə dövrdə evləndirlər. Daha 14 ildir. Daha elə bir danışdıq ki, elə bir 44 ildə evliyik. 14 ildir. Allah, Gəncə Park City əlində qəbul İndi qəbul elədi. Ay, Gəncə Park City. Dedi ki, qoy görək Gülyaz xanım gəldi. Gəldi. Dəvət eləyin. Ortaq yayıma girişi yoxdur yazıb. Ay Gülyaz xanım, nağarmısan sən? Ortaq yayıma giriş eləyə bilmir. Bir dənə Gülyaz xanımın canlısına girin deyin ki, çıxsın bir də girsin. Yəqin bağlayıb, kimsə göndərib, o da bağlayıb da. Nətər ola bilər ki, elə bir şey? Dedi keşke. Yox, dəlisən sən mən. Keşke nədir? Mən keşke sözüm. Başım alnım ağrır. O tərəfə niyə baxsınız? Instagramdakiler yazıqladır, o tərəfə niyə baxsınız? Çünki orada da TikTok açmışıq. Günayın da fikri gedib ora. Belə Instagramdakilara cavab versən. Dedi nə? Dedi heç nə. Dedi heç nə. Blok. Nə qədər adam bu gün axşam bloka gedəcək. Dedi ki, akşam oturub bir hamınızı bloka atacaq. İndi çatdı mənə. Dedi ki, Günel xanımın yazdığını gördüm. Dedi ki, yenilik evlənməklə deyil. Yəni başqa cür eləmək olar.
Yəni evlənmək lazımdır yenilik üçün. Onu demək istəmirsən. Yenilik evlilikdir ki. Evlilik yenilikdir ki. Və. Mən nə deyirəm? Mən aydan danışıram, sən çaydan danışırsan. Düz elə dedi. Yox. Yəni eləmək olar dedi. Valla katalizatorlara var, qızışdıranlar var. Elə dedi. Dedi yenilik evliliklə deyil. Evlilik yenilikdir ki, bəyəm. Конечно yenilik. Nə yenilik? Yenilikdir də bir ayrı evin O da biz o yeniliyi eləmişik. Axı mənim üçün yenilik olmayacaq o. Bir evdə yaşayır. Başa düşdüm. Bir yerdə vaxt keçirir. Onu bildim, onları bilirəm. İndi mənim üçün o yenilik deyil axı. Mən eləmişəm də. Bu nə mənə yenilik olacaq o bəyə. Qarşı tərəf başqası olacaq da nə tədir? Yox, yenilik deyil. Yəni o yenilik olacaq. Yenə qımşırsan. O yenilik olacaq, istəmirəm. Qoy görək, qoş indi bir dənə baxaq görək dedilər Gülyaz xanıma. Qoşaq bir təbrik eləyək onu. Yazıq Gülyaz xanım evdə çəkdi. Çıxdı təzədən. Bilmir axı, oğlu evdədir, görəsən heç olmasa. Bax adam tək olmamalıdır. Görsən Gülyaz xanım. Yəni deyir ki, nigahı yeniliyə yeni təzə tava al cehiz. What? İndi çatdı buna. Ay Allah. Ay Allah. Xoşum gəlir. Ay sağ ol. Buna indi çatdı. Can, xoşum gəldi sizdən. Yaxşı da rahat girim cavab yaza bilərəm. Biraz beynim Hə, sakitləşdi. Hardan izlədiyinizi yazarsınız videonun altına, xahiş edirəm. Gülyaz xanım, sənə 100 dəfə demişəm ki, heç vaxt tək olma. Bax görsən, ən azı TikTok açmaqda sənə kimsə kömək eləməlidir. Bu nə idi? Dəniz 994. Bığlı qız elədiniz məni, çox sağ olun. Öpürəm sizi, Dəniz. Yoxdur. Neyiniyibsə eləyibdir. Bəlkə Instagrama gəlsin. Sizi çox sevirik, Zaur bəy, Günay xanım. Allah güldürsün. Bəlkə Instagrama gəlsin. Var olun. Yazıb bunu Akşin Gülər. Var olun. Hə, Günay. Aycan. Bəlkə az mənim də bir qıçam qurudu deyə burada. Onda bir stol qoy yaxına, yan bayan oturaq da. Nədir? Evdə stol zat tapılmır. Oy. Demək istəyirsən ki, yanında oturmaq istəmirəm, başqa cür denəndə o sözü. Ayrı vaxtı bir stola yerləşir deyə heç demirdim. Qaynanam otur burada. Qaynanam yoxdur orada. Nə yoxdur burada, mamam indi orada. Yox. Mamam bir səhərə kim burada otursa, mamam səhərə kim orada oturacaqdır. Gəncədən Mənim anam salamlar. hər Eşqin yerdə ağazlarda gözü mənim baxdıq. üstümdədir. Ürəyim anam. Nə gözəl yuxudur, tək 1 için milyon olsun. 400 min bəyəm. Xalidə Qasan, hansındasınız? Instagramda, TikTokda. İndi mənim sizinlə işim sizinlə olacaq deyəsən. Gülyaz xanım bilə bilmədim. Gör nə yazır? Nə yazır? Nə gözəl yuxudur, tək için olsun. Dodaqları böyle bir sıxıb saxlamısan ki, gülməyəsən, nə biləm. Mənim müəllimim var idi. Allah can sağlığı versin. Həmişə güləndə belə gülürdüm. Yüzünə qırış düşməsin. Nəsə Gülyaz xanım girənmir deyəsən. İndi başa düşürəm onu pis eləyir. Adam buralara... Bəlkə TikTokda, Instagramdan girək ki, Gülyaz xanım girsin. Deyir Instagramdan başım çıxır. Hə, Instagrama gəldi onda. Bəlkə buradadır. Bəlkə gəlibdir. Allah sizi qorusun, var olasınız. Şəmkirdən salamlar, eşq olsun. Keçdim TikToka, tez-tez oxuyuram. Tərtərdən salamlar, sizi çox sevirik. Salamlar, salam, necəsiz? Salam, yaxşısınız, necəsiz? Zaur Günay, salam. Goranboydan salamlar, Bərdədən salamlar, uyu tez-tez qusar. İstanbuldan, Laçından Günəşim yazmışdı nəsə, Mərdəkandan Nihat, axşamınız xeyir, Salyan Vüqar, Goranboy Ramil, Kürdəmir Hasil, Günəşli, Allah sizi qorusun, Kürdəmir Siyəzən, oy Sabirabad, nə qədər oldu? Famil İsmaillı, Göyçay, əvvəl soyadları görə bilmirəm, Uca, Zaqatala, Quba, Gəncə, Ceyranbatan, Beyləqan. Ceyranbatandan elə xoşum gəlir oradan keçəndə, nədə o su var ya bizim o, çox qəşəng görünür. Lənkəran, Göyçay, nədir? Sumqayıta gedəni. Biləsu var. Göyçay, Beyləqan, Xaçmaz, Göygöl, gözəl salam iz Krım. Var olasınız. Neftçala, Xaçmaz, Naxçıvan. Salam. Uğur, Naxçıvan, yenə. Zar kökəli. Arıqlıyıb, Naybarut. Naybarut. İkimiz də 2 kilo Naybarut arıqlamışıq. Arıqlamışıq. Samir çox sağ olun, 54. Təşəkkür. Türkəndən salamlar, Aksudan salamlar. Sərxan çox sağ olun. Aksu yenə, İmişli, Aksu, maşallah. Lökbatan, doğma Lökbatan, öpücüklər. Qəbələ, Yasamal, Moskva, Saatlı, Ucar, Ağdam, Tərtər, Samux, Xaçmaz, Səlyan, salam necəsiz? Şəki, salam Ağcabədidən, Ağcabədi adlı izləyicimiz, Biləcəri, İsmayıllı, Bərdə, Astara,
Hacıqabul, Nazirə bir hava məlumatı oxuyursan sən də yoxsa? Marniuli. Çoxdur izləyicilərimiz. Astara. İstəyirəm tez-tez oxuyum da, çatdıra bilmirəm axı. Yaxşı ki, çünki bizim Instagrama mən oradan oxudum komment. TikTok Oradan səhifəmizdən yazın, bizi izləyənlər hadi qeyri-sabit nəyə görə yazır ki, qeyri-sabit əlaqə? İnternetə. İnternetə görə qoy görək ki, Güləz xanım gəldi. Yox. Yox. Qoy yığım Gülyaz xanımı. Bəlkə Instagrama Hə, gəlsin. qoy gəlsin Instagrama da. Yaxşı. Deyim ki, orada ora girə bilirəm. Instagramda olur bir-birinə şey. Heç Instagramdan mənim yadımdan çıxıb, necə göndərirlər şeyi. O girsə canlıya, biz ona göndərsək, o qəbul eləsə girəcəkdir canlımıza. Ürəyim, ay can. Gir. Yo, girmişdiniz canlıya. İstəyirsiniz Instagramdan girin, oradan qoşaq. Sabina. Hə, Instagramdan girin. Ay sağ olun. Yaxşı ürəyim. Hamı gözləyir sizi burada. Təbrik eləməyə. Öpürəm. Girin Instagrama, biz də qoşuluruq canlımıza. Oldu can. Sonra kimin ad günü varsa, evdə parti zad varsa, qəşəng qoşulsun TikToka, o partidən zaddan belə canlı yayım göstərək. Maraqlı olar. Hə, niyə də yox? Kiminsə indi evində ad günüdür də. Maraqlı olar. Ay nə qəşəng olar, hə? Kimin evində ad günüdür? Maraqlı olar, hə? Mən də maraqlı. Ad günü olan varsa yazsın. Oturub baxacağam. Ki belə ailəvi oturmusunuz hamınız. Şəmkirdən, Qazaxdan sağ olun. Mənim. Yalandan yazacaqlar indi basbalı kimi. İndi mənim yadıma sal. Instagramdan necə eləməliyik? Ya, buradan indi biz Gülyaz xanım girməlidir. Bir dənə zapros göndərməlidir bizə. Dəqiq, bəlkə biz girək onun canlısına. Zapros göndərək, printerləsin. Yox. O bizə girib Uşaqlar zapros ekran göndərək. bəyənək də 1.5 Mənim ümumiyyətlə Instagram tamam yadımdan ekran çıxıb. bəyəni. Yox, indi kimdə ki ad günü, Səbinə xanım çox sağ olun. İndiki kimdə ad günüdür, onları deyirik. İndi hal-hazırda bax evdə belə təntənə, maraqlı, əyləncəli kimlər var? Görək kimlər var. Yox, bunlar təklif olunandır. Bizə bu göndərənlər nədir başqadır. belə? Çıx. Hə, bunlar təklif olun. Ay Allah, kiməsə basım elədirlər. Bax, əlin necə dəyir? İndi açacaqlar canlını. Başqa adamlara göndərsən axı. Buradan bizə göndərənlərdir. Çox sağ olun. Elə deyil, Zaur. Bu bizə misafir kimi qəbul edən, sən standart olaraq. Bu bizim şey deyil, o sizin evləndirdiyiniz. Allah xoşbəxt eləsin. Gülyaz Gülyanov приглашает вас орган прямого эфира. Tamam. Məncə Instagramdan buradan girsək TikTok bağlanacaq. Bəlkə bura burada açılır məndə. Buradan açaq. Gözlə. Eləyirəm. Oradan olmayacaq deyəm. Bunu bağlayım onda. Deyəm. Hə, все. Gülyaz Gülyana своя комната. Burada niyə girəmirsən? Отправить запрос. Все, mən göndərdim. İndi qəbul eləsin. Bəs bu nədir burada? Qonşunu çağırıb. Qonşunu çağırıb ki, qoşsun onu canlıya. Buradan qoşum da mən. Burada hardadır? Ona dostluq verdik. O süt hakim edirdi. Süt hesab olmuş. Abi o TikTok'dadır o. Yox, Instagramda. TikTok'dadır. Bəs nətər eləyim mən bunu indi? Dur görmə. Nə görürsən? Yox, TikTok'da deyil. TikTok'da deyil axı, dən görməz hardadır. Qarşıda aləmdəydir. Görmə. Ay uşaqlar, nətər eləyirlər onu? Indi qoşuruq. Sabalan çox sağ olun. Gülyaz xanım göndərməyib axı.